Buraxılış imtahanı 30-cu sualın izahı. Yalnız biri saydır. Çox al. Sözün kökü çoxdur, amma al var. Burada leksik şəkilçidir. Çoxal feildir. Çoxalmaq nə etmək? Birgə, nə deməli? Birgə getdik. Necə cür getdik? Bu zərfdir. Hissəsi olaraq birgə, birgə leksik şəkilçinə yaranmışdır. 1-ə 5 zərfdir. Miqdar zərfidir. Məsələn, qiymətlər 1-ə 5 qalxdı. Nə qədər qalxdı? 1-2 dəftər deyə bilərik. 1-2 kitab deyə bilərik. Yəni saydır. 1-2. Bəli, doğru cavab D variantıdır. Sayın mənaca miqdar növündədir. Yəni miqdar sayıdır və miqdar sayının da hansı növüdür? Qeyri-müəyyən. Deməli, qeyri-müəyyən miqdar sayıdır. Sonsuz. Necə? Sonsuz. Bu isə sifətdir. Sifət üzərdən leksik şəkilçidir. Doğru cavab variantı D oldu. Deməli, böyrünə biz bilirik ki, say ismə aid olur. Biz də 1-2-nin yanına isim qoymaqla sübut edirik ki, 1-2 dəftər, 1-2 qələm, neçə, nə qədər 1-2 saydır.